Salam. Bugünkü test izahımız olacaq isimlərin yəli çalı ilə bağlı. Amma ilk öncə qısa izah vermək istəyirəm sizlərə. Kimlər ki, geniş məlumat almaq istəyirsə qayda ilə bağlı səhifəmə daxil ola bilər. YouTube səhifəmdə yerləşdirmişəm. Hər biriniz baxa bilərsiniz. Amma gəlin qısa formada izah verim sizlərə. Demək, canlı isimlərin yəli çalı təkdə təkdə apostrof S vasitəsilə, cəmdə isə sadəcə apostrof vasitəsilə düzəlir. Bu da niyə sadəcə apostrof? Biz bilirik ki, bəzi isimlərin cəm forması S şəkilçisi ilə bitir. For example, məsəl üçün deyirəm ki, boys, oğlanlar görürsünüz. Biz bunu yəli çala çevirəndə sadəcə sonuna apostrof əlavə edərək. Demək, apostrof S-dən sonra mütləq və mütləq isim gəlməlidir. Mütləq isim gəlməlidir. Məsələn, deyirəm ki, baxın, burada qeyd edəcəm. Boys, cars. Oğlanların maşınları. Görürsünüz, verilən isim özündən sonra, yəni yəli çaldan sonra mütləq isim gəldi. Deyə bilərsiniz ki, bəs cansız isimlərin yəli çalı necə düzəlir? Cansız isimlərin yəli çalı isə noun, yəni isim, plus isim formasında olur düsturumuz. For example, deyirəm ki, the key of the car. Maşının açarı. Bəs deyə bilərsiniz ki, apostrof S-dən sonra nə gəlsə yəli çal hesab olunmaz. Yadınızda saxlayın ki, apostrof S-dən sonra sifət, say, əvəzlik, article, söz önü, have been ifadəsi, yəni been ifadəsi, got gələrsə və yaxud da ki, uşaqlar, demək, it is, sonra let us ifadəsi var. Bu cür qısaltmalar heç vaxt yəli çal hesab olunmur. It ifadəsi it is-in qısaldılmış formasıdır və yaxud da ki, his, where is. Bunlar qısaltma şəklində verirlər çox hallarda. Let ifadəsi isə let us-ın qısaldılmış formasıdır. Daha ətraflı məlumatı isə səhifəyə daxil olaraq əldə edə bilərsiniz bu qayda ilə bağlı. Gəlin indi testimizə baxaq. Demək, birinci testimizdə bizdən düzgün yəli çalı istəyir. Demək, bayaq dedim ki, apostrof S-dən sonra got ifadəsi gəlməz. A variantı yanlışdır. Apostrof S-dən sonra yadınıza saxlayın, say gəlməz. Demək, doğru cavab B variantıdır. İkincidə, bu it is-in qısaldılmış formasıdır. Ona görə yəli çal hesab olunmur. Apostrof S-dən sonra article gəlməz. B variantı yanlışdır. Doğru cavab C variantıdır. Üçüncüyə baxırıq. Apostrof S-dən sonra əvəzlik gəlməz. A variantı yanlışdır. Got gəlməz. B variantı yanlışdır. Doğru cavab C variantıdır. Going to ifadəsi gəlməz apostrof S-dən sonra. A yanlışdır. Feil gəlməz. C variantı yanlışdır. Doğru cavab B variantıdır. Beşincidə fond of ifadəsi gəlməz apostrof S-dən sonra yanlışdır. Let us-ın qısaldılmış forması da yanlışdır. Doğru cavab B variantıdır. Let us ifadəsi yanlışdır. A getdi. Got ifadəsi var. B variantı getdi. Doğru cavab C variantıdır. Baxırıq 7-ci sualımıza. 7-cidə going to ifadəsi gəlib. Yanlışdır. Çünki apostrof S-dən sonra going to ifadəsi gəlməz. Sonra got ifadəsi var. Yanlışdır. Doğru cavab B variantıdır. C variantı yanlışdır. Going to ifadəsi var. B variantı very feili gəlib. Yanlışdır. Doğru cavab A variantı. 9. Fond of ifadəsi gəlməz. Apostrof S-dən sonra yəli kal hesab olunmur. Going to ifadəsi gəlməz. Yəli kal hesab olunmur. Doğru cavab C variantıdır. Sonra C variantında an article gəlib. Apostrof S-dən sonra article gəlməz. Yanlışdır. Got ifadəsi gəlib. Bundan əlavə he is-in qısaldılmış formasıdır. Ona görə də doğru cavab A variantı. 11. 11-də got ifadəsi gəlib. Yanlışdır. Demək,
Burada ət gildə mənasını verərsə yəlikal hesab oluna bilər. Apostrof S-dən sonra ət gildə mənasını verərsə bu yəlikal hesab oluna bilər. Amma ət gildə mənasını verməyib də başqa mənanı verərsə o yəlikal hesab olunmaz. Ona görə də yanlışdır. Doğru cavab B variantı. Demək, 12-də C yanlışdır, got ifadəsi var. B yanlışdır, going to ifadəsi var. Doğru cavab A variantıdır. 13. 13-də burada artıq A variantı yanlışdır, feil gəlib. C variantı yanlışdır, feil gəlib. Doğru cavab where ifadəsi gəlib, bağışlayın C variantında. Doğru cavab B variantıdır. Demək, uşaqlar, deyə bilərsiniz ki, bəs bu apostrof S tərcüməsi nədir? Apostrof S-in tərcüməsi ın, in, un, ün mənasını verir. Baxın, nümunədə indi izah eləyəcəm necə. Demək, he-in qısaldılmış formasıdır, yanlışdır. Sonra it is-in qısaldılması yanlışdır. Doğru cavab B variantıdır. Mr. Smith guests were very excited. Mr. Smith'in qonaqları görsünüz, Smith'in in kimi tərcümə olundu. 15-ə baxırıq. 15-də A variantı yanlışdır, cat feili var, gəlməz. B, C variantı yanlışdır, have ifadəsi var. Doğru cavab burada B variantıdır. My uncle's son, mənim deyir, əmimin oğlu. 16-da C variantının letasının qısaldılmış formasıdır. B variantı she's'in qısaldılmış formasıdır. Ona görə də doğru cavab A variantıdır. 17-də A variantı yanlışdır, read var. B variantı yanlışdır, going to ifadəsi var. Bundan əlavə he's'in qısaldılmış forması verilib. Doğru cavab C variantıdır. Sonra 18-də variantı yanlışdır. My brother is boss olmalıydı. Yanlışdır. Sonra demək, B variantı doğru cavabdır. C variantı yanlışdır, əvəzlik gəlibdir. 19-da made feili var, yanlışdır. Say gəlibdir, yanlışdır. Doğru cavab B variantıdır. 20-yə baxırıq. 20-də demək, have been, has been, yəni ümumiyyətlə been ifadəsi gəlməz. Have, has-in qısaldılmış formasında ifadə olunur. Yəni has-in, burada artıq has-in qısaldılmasıdır. Her son has been. Demək, my əvəzliyi var. Yanlışdır. C variantı. Doğru cavab B variantıdır. Children's books. Yanlışdır uşaqlar. Niyə yanlışdır? Çünki children özü cəm isimdir və apostrof S ilə verilməlidir. Cəm isimlər, yəni hər zaman cəmdə olan isimlərdir. Təki və cəmi ilə olan isimlərdir. İsimlərin cəm forması da səhifədə var. Baxa bilərsiniz qaydanın video izahına. Təki cəmi olan isimlərdir. Hər zaman cəmdə olan isimlərdir. Kökdən dəyişən isimlərdir. Bunların yəlikəlı hər zaman apostrof S ilə düzəlir. Ona görə bir yanlışdır. Bir yanlış olduğu üçün B, C variantları ixtisar olunur. Mən apostrof S olmalıdır. Burada təki və cəmi bunlar kökdən dəyişən isimlərdir. Kökdən dəyişən isimlərin təki necə düzəlirsə, cəmi də o cür düzəlməlidir. Ona görə 2 yanlışdır. 3-lə 2-nin işimiz yoxdur. 3 okeydir, doğrudur. 4 də okeydir, 4-lə də işimiz yoxdur. Əgər soyadların qarşısında D artiklı gəlirsə, həmin soyad təkdə yox, cəmdə olmalıdır. Yəni orada olmalıydı S apostrof, apostrof S yox. Əgər soyadın qarşısında Mr, Mrs kimi ifadələrin qısaldılmış forması verilsəydi, yəni mr və yaxud da ki mrs kimi ifadələr verilsəydi, bu zaman bəli, doğru ola bilərdi. Amma müəyyənlik artiklı olduğu üçün 5 yanlışdır. D variantı getdi. Doğru cavab A variantıdır. 22-yə baxırıq. Yenə də bayaq dediyim kimi kökdən dəyişən isimlərin yəlikəl apostrof S ilə düzəlir. Ona görə bir yanlışdır. A və D variantları gedir. Girls bags, qızların çantaları. Okey, bu doğrudur. Bundan işimiz yoxdur. Doğru cavab elə B variantıdır, amma digərlərinə baxaq. 2-3 doğrudur. Bundan işimiz yoxdur. Uşaqların çantaları. Child, uşaqlar. Uşaq deməkdir. Amma bunun cəm forması children'dır. Ona görə də child apostrof S olmalıydı ki, 4 yanlışdır. Min kökdən dəyişən isimlər siyahısına daxildir. Mən, mənə çevrilir kökdən dəyişərək və təki necə düzəlirsə cəmi də o cür düzəlməlidir. Ona görə də apostrof S olmalıydı. İkinci isə də ehtiyac yox idi. Keçirik sonuncu sualımıza. Girls, sunglasses, bunlarla işimiz yoxdur. Düzdür. Teacher's room, düzdür. Demək,
Baxın, bayaqların burada 21-ci sualda qeyd etdim ki, qarşısında MR ifadəsi varsa, soyadın qısaldılmış forması varsa, apostrof S-lə verilməlidir. Ona görə 3 yanlışdır. 3 yanlış olduğu üçün A və D variantı yanlışdır. 4 də yanlışdır, çünki soyadın qarşısında müəyyənlik artiklı veribdir və cəmdə olmalı idi soyad, yəni S apostrof olmalı idi. 4 yanlış olduğu üçün B variantı gedir. Doğru cavab 1, 2, 5-dir. Women's shoes, qadınların ayaqqabıları. Ümid eləyirəm ki, uşaqlar, test hər birinizə aydın oldu və səhvləriniz çox deyil.